İlyas. Derslerini elədin, canın qurtardı, hə? Bəli. Gedib evdə? 2 gündə gedəcəyik, sonra evdəyik. 2 gündə gedəsə sonra evdəsiniz. Aha. Yaxşı. Hələ sən bilirsən, sən o 2 gündən sonra deməli 4 gün evdə olasın. 2 gün dərsə gedəsən 4 gün evdə olasın. Sonra təsəvvür elə ki 3 gün dərsə gələsən 5 gün evdə olasın. Yaxşı. Hə. Sən Allah. Allah. Payız Yaxşı da tətili. durda. Payız tətilidir. Sevindin. Bəli. Bəs mən elə bilirəm sən dərs olanda sevinirsən. Evdə qalanda sevinirsən. Dərs olanda da sevindim, evdə qalanda da. Axı elə bir evdə qalanda lap çox sevindim. Çünki şeydə axı, hər zaman çox məktəb gedirdi, az da evdə qalırdı. Ona görə bir dəfə belə sevindim. Evdə qalıb nə edirsən, Egür? Evdə qalıb, şu atam deyəcək, Türkiyədə kölə gedib, çox sevinəcəm, kino keçəcəm. Evdə rəsm çəkəcəm. Mamanın başını şişirdəcəm. Evləri uçurdacam. Yox, hələ bir şey, qar